Bezdime sindromu. Bezdime sindromu nədir bu? Rahib, siz əsas yoldan gəlirsiniz. Çoxlu maşınlar gəlir. Sağ tərəfdə stop nişanının altında çıxmaq istəyən maşınlar var. Özdə bunlar necə dayanırlar? Siz bilirsiniz ki, stop xətti keçmək olmaz. Əgər stop xətti yoxdursa, maşının burnunu yol ayrıcına salmamalısan. Bəli. Burnu çıxmamalıdır. Bunlar elə bil ki, maşının nəinki burnunu, maşının bədəninin yarısını yolda saxlayaraq sənə baxırlar. Baxırlar. Deməli, bir maşını buraxırlar, iki maşını buraxırlar. Sən də fikirləşirsən ki, mən də bunlardan biri də baş yoldayım. Hərəkət etmək istəyəndə bezdimə deyərək, heç nəyə baxmayaraq. Elə bil ki, birdən-birə sürücünün beynində qısa qapanma olur. Qısa qapanma. Ki, bəsdir mən qanunlara tabi oldum. Çıxır və hadisələr olur. Bax, bu bezdimə sindromu çox adamı işə salır. Və sizin dediyiniz variantlar da var. Manevr qaydalarının pozulması. Hər gün, mən bir neçə saat yollarda olan adam kimi, mən məhdəl qalıram. İnsanların bəzilərində qanun pozmağa, qayda pozmağa nə qədər həvəs var, Rahib müəllim. Bəli. Nə qədər həyatını riskə atmağa həvəs var. Elə bil ki, biz necədir? Səhər-səhər Allah mənə ölüm ver deyərək yola çıxırlar və geci tezi o ölümü tapırlar.